Qış aylarında qoyunların sağlam qalması, arıqlamaması, yaxşı bala verməsi və yüksək məhsuldarlıq göstərməsi üçün yem rasionu düzgün qurulmalıdır. Bugünkü videomuzda bu barədə danışacağam. Gəlin başlayaq. Quru ot. Quru ot qış rasionunun əsasını təşkil edir. Təbii çəmən otundan hazırlanmış keyfiyyətli quru ot liflə zəngindir. Ot yaşıl rəngə yaxın olmalı, xoş qoxulu olmalı, yəni kiflənmiş və çürümüş olmamalıdır. Yonca. Yonca qoyunlar üçün ən dəyərli yemlərdən biridir. Tərkibində çoxlu zülal, kalsium və vitaminlər var. Xüsusilə boğaz və süd verən qoyunlar üçün çox faydalı qida mənbəyidir. Lakin həddindən artıq verilməsi qoyunlarda köp yarada biləcəyi üçün digər yemlərlə birlikdə verilməsi daha məqsədə uyğundur. Arpa. Arpa enerji ilə zəngin yemdir. Soyuq havalarda qoyunların bədən temperaturunu qorumağa kömək edir. Əzilmiş və ya qırılmış halda verilməsi daha yaxşı həzm olunur. Normadan artıq istifadə edilməməlidir. Qarğıdalı. Qarğıdalı yüksək enerji mənbəyidir. Arıqlamış qoyunların bərpasında və qışın sərt günlərində faydalıdır. Ancaq çox verildikdə heyvanın həddindən artıq kökəlməsinə səbəb ola bilər. Buğda. Buğda da enerji baxımından zəngindir. Az miqdarda və digər yemlərlə birlikdə istifadə edildikdə qoyunlar üçün faydalıdır. Tək başına çox miqdarda verilməsi məsləhət görülmür. Kəpək. Buğda kəpəyi həzmi tənzimləyir və əlavə qida maddələrini təmin edir. Adətən digər yemlərlə qarışdırılaraq verilir. Mineral duz. Qoyunların qarşısında həmişə mineral duz daşı olmalıdır. Duz mineralların çatışmamazlığını aradan qaldırır. Qoyunların yemə olan iştahasını artırır və sağlamlığı dəstəkləyir. Təmiz su. Su yem qədər vacibdir. Qoyunlar qışda da hər gün kifayət qədər su içməlidir. Mümkünsə ilıq və təmiz su verilməlidir. Donmuş su heyvanların su qəbulunu azaldır və sərt qış aylarında qoyunların xəstələnməsinə belə səbəb ola bilər. Yeni doğulmuş qoyunlara isə soyuq su qəti şəkildə verilməməlidir. Qışda qoyunların sağlam saxlanılması üçün tək bir yem növünə güvənmək olmaz. Ən yaxşı nəticə keyfiyyətli quru ot, yonca, dənli yemlər, mineral maddələr və təmiz suyun birlikdə istifadə edilməsi ilə əldə edilir. Balanslı yemləmə qoyunların xəstəliklərə davamlılığını artırır. Quzuların sağlam doğulmasına kömək edir və təsərrüfatın gəlirini yüksəldir. Qış aylarında yəni Gədəbəy ərazisində havalar qarlı, şaxtalı olduğu üçün çalışdığım qədər mən yem rasionumu həmişə diqqətdə saxlayıram və dənli yemlərin qoyunlara qarışıq şəkildə verməyi üstün bilirəm. Bugünlük bu qədər dostlar. Siz də şərh bölməsində öz fikirlərinizi, öz məsləhətlərinizi və iradlarını yaza bilərsiniz. Sağ olun, gələn videolarda görüşənədək.